Vyetnamda taze açılgan Lugano Resort otelinin obzorunu birlikte görüp çıkamiz. Bu otelimiz ultra all-inclusive konsepsiyası asasında işidir. Bu da yani Antalya'nın onuna kak variant görüp çıksanız da boladı. Ailevi barıp dam alıp gelişiniz için berçe şəraitləri var. 2 tane basseyn, akvapark, deski klub ve özünün şəxsi plyaj zonası var. Bu da yani ballarınızı yuvarıp koyup özlərinizdən xəz etib dam alıp gəlsəniz də boladı. Bundan taşqarı qoşumça tolav əvəzinə massaj ve spa zonalardan faydalanışlarınız mümkün. Ve elbette həmə premium otellərinkinin özünün fitness klubu var ve geçte show konsertlər olub ötər. Ultra all-inclusive konsepsiyasına girədən olsaq, 3 məxal ovqatdan taşqarı sizlə şunu aralıqında bemallı snack ve kokteyl barlardan faydalanışlarınız mümkün. Kokteyl barlarda ise soğuk, kokteyl, alkoqolli ve bezalkoqolli napitiklardan besplatni içə verəsizlər. Həm də isə bizən özbəklərin qıynab gələn ən qiyin məsələ bu pitanya boladı. Eynən şu oteldə özbekski kuxnya var. Bemallı qıynalmayın, həzz etib, dəm alıb, yeyib içib verəsizlər. Eğer sizlere şu otelimiz yakın olsa, bizlere alaka çıksanız da turunuz neçə som çıxışını hesablab verəm. Keyingi səfər qaysı otelin obzoru gerek olsa, kommentariya yazıb qaldırın.